Choose the correct variant. Doğru variantı seçin. Last weekend we went to the zoo. We many animals. Now we usually there once a month. Zaman zərflərinə görə düzgün zaman təyin etməliyik. Və birinci əvvəldə last weekend, keçən həftə sonu görürük ki, bu keçmiş sadə zamana aiddir. Keçən həftə sonu biz zooparka getdik və çoxlu heyvanlar gördük mənasını verməliyik. Yəni, bir və ikinci boşluğumuz last weekend zaman zərfindən asılıdır. Bu isə keçmiş sadə zamana aid olduğu üçün feillərimizin kökdən dəyişərək went və saw şəklində olan versiyasını düzgün götürə bilərik. B variantında go və see indiki zamana aiddir deyə yanlışdır. C variantında go indiki zamandır. Y variantında see indiki zamandır deyə bu variantlar artıq düzgün götürülə bilməz. Və sonuncu boşluğumuzda now və usual zaman zərfləri indiki zamana aid olduğu üçün biz burada indiki sadə zamanda mübtəda xəbər uzlaşmasına əsasən go feilini düzgün götürmüş olacağıq ki, D variantı bizim doğru cavabımızdır. Çünki mübtədamız we cəmdədir. A variantında goes indiki sadə zamanın tək versiyası olduğu üçün mübtəda xəbər uzlaşmasına düzgün götürülə bilmir deyə yanlışdır. Doğru cavabımız D variantı olacaqdır.